Dadı qəşəngdir çünki mən pişirmişəm. Ha, amma üstü çox qurudur. Bugünkü videomuz bir deneme videosudur. Görək necə alınır. Airfryer'da kek pişirəcəm. Keks. Görək qəşəng alınsa paylaşacağım. Niyə almasa da paylaşacağım. Hərçənd baxaq da. 3 yumurta əlavə eləyəcəm. Dəyişdirdim çəkim açısını. Üstünə 1 stəkan pesto. Yumurta ile pesto karıştırıp bitirdik. Keçirik indi. Yarım stakan qatıq, yarım stakan sütlə qarışdırıram. Bir de çalışmaq lazımdır. Bunlar hamısı otaq temperaturunda olsun. Yarım stakan duru yağ. Görünür oradan. Buna un tökmüşəm. Qabda hazır saxlamışam ki, bir də təzədən qab. Onları qarışdırırıq. Keçirik unu eləməyə. Qonağımız var dostlar. Paşa. Apasya. Burada 2 stakan yarım un var. Yavaş yavaş eləyəcəm bunun içine. Eləcə də vanillə qabartma tozunu tökəcəm bunu. En sonda qabartma tozunu tökəcəm. Ana. Heyvan qaynatmışam tumları ilə bir yerdə. Öskürəyə qarşı yaxşıdır da bilirsiniz. Ona görə verirəm onu. İndi qabartma tozu. 2 stakan un getdi. Yarım stakanı qaldı. Bura ununa baxmayın, təmizləyəcəm. İndi keçirik bunu airfryer'ın qabına tökməyə. Ya Allah deyək. Ya Allah. 180 mi yapsam? 70 olsun hadi. Görək necə olur. Deməli yoldaşlar, üst hissəsi pişdi, altı pişmədi. İçinin alta yaxın tərəfi pişməyib, ona görə də tərsinə çevirdim. Görək belə necə olur. Davam eləyir hələ pişmək. Nə? Ellerine sağlık bebeğim. Teşekkür ediyorum. Başarıyla benzemiyoruz. Pişdi axır ki. Üstü biraz bərkdir, amma içi yumuşaqdır qəşəng. Dadı qəşəngdir çünki mən pişirmişəm. Ha, amma üstü çox qurudur. Belə.